Tövratda Peyğəmbərimizin adı keçir, bəli. Song of Solomon. Süleymanın nəğməsi adlanan 5-ci bölümün 16-cı ayəsində bəli, Muhammed sözü var. Muhammedin sözü işlənir. Muhammed sözünün bu ayədə istifadəsi çox bariz bir şəkildədir. Xristian mütəxəssislərinə görə Əhd-i Ətiq ivrit dilində qorunub saxlanılmışdır. Əhd-i Ətiqdə Süleymanın nəğməsi babının 5-ci bölümünün 16-cı ayəsində ivrit dilində yazılmışdır. بخلو محمد بین زید و دیو زرعی بنوت یروشلایم حکو منتقیم بخلو محمد بین. Ayədəki Məhəmmədim sözündə Muhammed isim İm hissəciyi ivrit dilində qiymətləndirmə mənasında işlədilən cəm hissəciyidir. Məhəmməd sözünün bu ayədə ifadəsi çox bariz şəkildədir. Orijinal dildən tərcümə edildikdə eyni nəticəni görə bilərsiniz. Lakin bu sözü ingilis dilinə altuqeyzə lauli, yəni tamamilə zemli tərcümə ediblər. Bu isə yanlışdır. Çünki Məhəmməd sözün mənası ucaldılan deməkdir. İnsanların adını tərcümə etməyə ehtiyac yoxdur. Allah həmd olsun. Düzgün tərcümə etmirlər ingilis dilinə. Əslində orada söhbət nədən gedir? Muhammed sallallahu aleyhi və səlləm.